O çox tez-tez eşidirsiniz ya bu sözü ki, əsas ürək təmiz olsun. Danışdı da bizim qabağımızda ən tutarlı argumentlərdən biri budur da bizə deyirlər ki, dindən danışan kimi deyirlər, ürək təmiz olsun əsas. Ye, iç, keyf elə. Bunu deyirlər. Biz də gülürük və yaxud da cavab veririk, əməlli başlı problemə çevrilib də bu məsələ bizim üçün. Və o sözdən çox sui-istifadə edirlər. Çox sui-istifadə edirlər. Nə istəyirsən elə ürəyin təmiz olsun. Amması var ki, bu sözdə bir həqiqət də var. Söz düz yerində işlənsə, həqiqət də var bu sözdə. Qəlbi paçlı adam var, qəlbi paçlı. Günah da eləyir, amma eşitməyib də, qulağına çatmayıb, qarşılaşmayıb, bilmir. Bu qəlbi paçdısa, günah eləyirsə, onun günahı səni aldatmasın. Bir gün qarşılaşacaq haqq sözlə, haqq adamla onu qəbul edəcək.